dəfə rəngarəngdə Hüseyn Dərya danışacaq. Mən artıq beynimdə planlaşdırıram ki, bunu döyüm. Reperə kim cadu edib? Qadın cinsindən olub. İllərdir davam edən Xose və Dərya qalmaqalı yenidən malovlandı. Heç olmasa biz atdığımız addımların bir 20%-ni atmalıdır ki, mən onun haqqında konkret dəyərli bir fikir bildirim. Hüseyn Elşadın hansı addımını məsxərəyə qoydu? Elşad Xose və Aksana. Hələ onun arzusu nə yaşayıram ki, bunların bir-birinə qismət olan günlərini görüm mən. Uzun müddətdir ki, küslü olan Dərya və bacısı axırı ki barışdı. O səhvi çıxmaq şərti ilə desək, Hüseyn bizə heç bir vaxt pis qardaş olmuyor. Bu sözləri eşidib şoka düşəcəksiniz. Biz bildiyimizə görə Sona xanımdan sənin bir oğlun var. Mənim Sona xanıma qədər də bir qızım var idi. Bunu Sona da bilirdi. Reperin həyat yoldaşı Sona ilə yolları ayrıldı mı? Bugün ayrı yaşayırıq. Hüseyn ilk dəfədir ki, mahnı oxudu. Bu və bundan da maraqlı söhbətlərin siz də şahid olmaq istəyirsinizsə, Rəngarəngə mütləq baxın.